Hoş gördük. Gəlin bugün təhsilin süni zeka ilə inteqrasiyası məsələsini müzakirə edək. Ən aktual, ən çox deyərdim ki, danışılan mövzulardandır. Təhsil də, süni zeka da bizim bir nömrəli olmazsa olmaz mövzumuzdur. Bəli, təhsil uşaqlarımızın gələcəyidir. Təhsil cəmiyyətin sabahıdır. Süni zeka isə rəqəmsal ekosistemin gəlib keçmiş təkamül və innovativ layihələrindəndir. Bunlar bir arada düzgün istifadə olunarsa, onlar yerində, qaydasında, üsul və üslublara, eyni zamanda qabaqcıl beynəlxalq təcrübələrə riayət edilərsə, təbii ki, süni zekadan faydalanmaq olar. İnsan əməyinin avtomatlaşdırılmasında, proseslərin səmərəli və bəhrəli təşkilində danılmaz bir faktordur. Süni zeka bugün bizim köməkçimizdir. İndi isə gəlin beynəlxalq təcrübəyə istinad edək. Süni zeka dünyada necə dəyərləndirilir? Amerika təcrübəsi öncə Amerikada Coursera və edX dediyimiz layihələri ilə bugün insan təməlində, insan mərkəzində təhsildə süni zeka olmazsa olmaz və tutorluq edir, mentorluq edir. Demək olar ki, təhsili asanlaşdırır, proqramların yazılmasında, tələbələrin əgər əksiyinin müəyyən edilməsində, elektron sənəd dövriyyəsinin, elektronlaşmış resursların, mənbələrin, referansların ortaya çıxarılmasında süni zeka həm çevik, həm əməli, həm də operativ fəaliyyət göstərir. Beləcə insanlara həm auditoriya, müəllim, təhsil ocaqlarında Amerika təcrübəsi AI-in tutorluq və mentorluğunu insan mərkəzində diqqət alır. Avropa təcrübəsində süni zeka ən çox etik məsələləri diqqət alır. Məlumatların qorunması, insanların şəxsi hesablarının diqqətə alınması, AI-in burada rolu və bu kimi məsələlərdə etik və məlumatların emal olunaraq dərindən təhlil olunmasında süni zeka çox öndədir, çox diqqətdədir və onu daha da inkişaf etdirməkdədirlər. Eləcə də Asiya-Pasifik ölkələrində Singapurdur, Cənubi Koreyadır, Çindir, Yaponiyadır. Bugün böyük verilənlərin big data təhlilində, emalında, eyni ilə də AI-in insan mərkəzində, insana yardımcı olmasında çox diqqət edilir və onun imkanlarından həm sənayenin, həm iqtisadiyyatın, həm təhsilin yaxından əlaqədar edilməsində, tətbiqində çox böyük önəm daşıyır və ona diqqət edilir. Biz buradan göründüyü kimi Avropa, Asiya, istər Amerika, inkişaf etmiş qərb ölkələrinin süni zeka yanaşmalarında tam pozitiv trendlər izlənilir. Bu ənənəni biz eyni ilə də götürüb, öyrənib, yəni evdə bişməyib, qonşudan gəlməyib variantı deyil, üstün bilik, bacarıq, qabaqcıl təcrübələri ölkəmizə gətirməkdə, öyrənib, tətbiq etməkdə bizim üzərimizdə ən böyük, deyərdim ki, məsuliyyətli məsələlərdəndir. Biz təhsili klassik mənada, əlbəttə, məktəb, sinif, lövhə, bu kimi məsələlər artıq rəqəmsal transformasiyada, rəqəmsal konseptdə yeniləndi. Elektron variantda rəqəmsal öyrətim sisteminə keçdi, siniflər ağıllandı, kabinetlər elektron formatda yeniləndi, güncəl olaraq kompüterlərin dəstəyi ilə hər gün yenilik, interaktivlik daha da vüsət alır, özünü göstərmir və biz bundan ayaq tutturmağa həm tələbə o vərdişlərə yiyələnməli, həm də müəllimlər klassik anlamda öz bilik bacarığını üzərində çalışaraq gəlişdirməlidir. Deməli, nə yaratdı? Hüquqi öhdəlik yaratdı. Nə yaratdı? Eyni zamanda bizə, üzərimizə öhdəlik qoydu. Texniki bilik bacarıqlarımızın yenilənməsini, günün tələbinə uyğun olaraq ayaq tutturulmasını bizə diktə etdi. Biz birgə həm təhsil ocaqları, həm siyasi
bu sahədə təhsil qayda qanunları və bu inkişafı texniki, iqtisadi, eyni zamanda təşkilati, hüquqi baxımdan birgə kompleks irəli aparmağı özündə bu yanaşma demək ehtiva edir ki, biz bu məsələləri kompleks yanaşaq, baxaq. Biz artıq müəllim olaraq daha çox klassik anlamda bələdçilik edəcəyik. Yeni resursları internet üzərindən elektron formatda bu süni zəka layihələrinin emal etdiyi, əməli, çevik, sürətli təhlil etdiyi, tutorluq, mentorluq, qayıt dediyimiz missiyalar üzərinə götürərək bizləri yaxından əlaqədar edəcək. Biz də bunları birlikdə öyrənib, mənimsəyib, təbii ki, rəqəmsal öyrətim sistemində, ağıllı sinifdə, interaktiv mühitdə tələbə müəllim demək mühitinə daşımış olacaq. Beləcə süni zəka bizim olmazsa olmaz gələcəyin mövzularına çevrilib. Biz süni zəkanı insan mərkəzində, insan mühəndisliyində əsas olaraq diqqətə almalıyıq. Çünki hər şey insana xidmət edir. İnsanın təbii zəkası onu gəlişdirməkdə, bugün yeni layihələrini ortaya qoymaqda davam edir. Belə ki, Google'un Gemini, yəni bu artıq ikizlər adından, metaforasından, mənasından gördüyümüz kimi, yəni ikiz sinerjidir. İnsan təbii zəkası və süni zəka ilə birlikdə insana köməkçi olaraq rol almaqdadır. Baxın, eyni ilə Microsoft'un Copilot, yəni pilotluq. Demək, bizim yardımcı pilotumuz kimi süni zəka yenə təbii zəkaya tabi tutulur. OpenAI'nin ChatGPT'sidir. Bu Generative Predefined dediyimiz transformer artıq chatbotların, dizaynların, verilərin təhlilində, yaxından dəstəyində bizə yardımcı olmasında yeni layihələrlə arxa planda inkişaf etdirilir. Bugün OpenAI'nin Atlas proqramı artıq Big Data, böyük verilənləri təhlil etməkdə, hazır bizə təqdim etməkdə, vaxt mühəndisliyini gündəmə gətirilib. İnsan mühəndisliyi, vaxt mühəndisliyi və səmərələrin, resursların idarə olunması baxımından çox önəm daşıyır. Bunlar hər üçü birlikdə bugün süni zəkanın təhsildə yaxından rolunu danılmaz edir. Təhsil bugün gələcəyə baxır. Təhsil resursları elektron formatda ortaya qoyur, interaktivlik təşkil edir. Sinif rəqəmsal artıq ağıllı mühitdə özünü göstərir. Biz bütün platformalarda, istər İngilis dili qruplarda bilingual dediyimiz iki dilli, çünki milli və qeyri-milli resursların təqdimatında daha yaxından süni zəkanın bizə verdiyi hazır, təhlilli, vaxta qənaət, eyni ilə də emal olunmuş şəkildə işimizi asanlaşdırdığı günün ən vacib məsələlərindəndir. Ortada danılmaz faktdır. Biz bunlardan bəhrələnərək, bəli, təhsil sistemini süni zəkanın yalnız köməkçiliyi ilə, asistanlığı ilə, onda olan potensialla, bizim ağlımızın verdiyi, təbii zəkanın yazdığı proqram təminatı ilə, alqoritmlərlə inkişaf etdirməkdə bizə silahdaş, yaxın, çiyindaş, köməkdaş demək missiyasını diqqət almalıyıq. Beləcə, həm beynəlxalq təcrübə onu deyir, həm müasirlik, həm rəqəmsal ekosistemin inkişafı, internetin bugün 4-cü sənaye inqilabını gətirib, inkişaf etdirib, təkamülün pik nöqtəsinə çatdırması danılmaz bizim həyatımızı yaxından əlaqədar edən məsələdir. Biz də həmi müəllim olaraq üzərimizdəki öhdəlikləri bir daha gözdən keçirsək, bu yeniliklərə adaptasiya olmalıyıq. Maşın öyrənməsini, adaptiv öyrənməni, Coursera dediyimiz EduX Amerika təcrübəsindən bəhrələndiyimizi, etik süni zəka məsələlərini, big data prosesingi, emalını, hamısını öyrənib təhsilə yönəldirməliyik. Mərkəzdə insan, hər şey insana,
hər şey insan naminə və mühəndislik əsərinə xidmət etməklə AI-ya xoş gəldin deyək. AI-yı bugün bəzən qeyri-müəyyənliklə onun imkanlarını və gələcəyini robotlaşmada, avtomatlaşmada, insan həyatının səmərəli qurulmasında birmənalı müzakirə etmirlər. Amma AI bildiyimiz kimi yenə də bizim məhsulumuz olduğu üçün onu doğru məqamda, doğru istiqamətdə, ağıllı şəkildə yönləndirərsək, təbii zəkamızla insana xidmət etmiş olacaq, işləri, xidmətləri, prosesləri asanlaşdırmaq olacaq. Sanki o bizim sorğumuzu, sualımızı gözləyir ki, cavablandıra. Ona görə də prompt engineering deyilən proqram var, o öyrənməlidir. Əmək bazarı bugün formalaşır. Artıq əmək bazarında artıq AI ilə işləyə bilməyən insanlara yeri olmayacaq. AI çox işlər əvəz edəcək. Əlbəttə ki, daha səmərəli yeni işlər yaradacaq. AI-nin özünlə rəftarı, ondan bilik, bacarıq, vərdişləri gəlişdirmək kimi ümdə məqamlar öyrənilməlidir. Biz yenilənməliyik. Həm bizim dərindən bu kimi vərdişlərimiz elektron şəkildə interaktiv münasibətləri qurmağımız, mənbələri axtara bilməyimiz, asan, çevik onları idarə edə bilməyimiz, tələbələrə çatdıra bilməyimiz çox önəmli məsələlərdəndir. Ona görə həm tələbənin, həm müəllimin, həm təhsil ocaqlarının, siyasət müəyyən edənlərin, bu bazar, bu sahənin, bu sferanın oyunçularının hamısının üzərinə vəzifə qoyulmuşdur. Bəli, bugün dünyada artıq AI universitetləri, institutları, mərkəzləri, siyasət müəyyən edən qurumları yaranıb. Bu siyasətlə həm texniki, həm təşkilatı, həm hüququ bazasının formalaşması, onları kompleks şəkildə irəli aparması və beləliklə bizə yeni ortam, yeni şərait, yeni və mühitə qədəm qoymuş olacaq və burada da öhdəliklərimizi bilməliyik. Bu sahədə ayaq tutduranlar günün nəbzini tutacaq və AI ilə işini qura bilən prompt engineeringi, eyni ilə AI mastering kurslarını, treyninqlərini, vərdiş bilik bacarıqlarını aşılayan, öyrənən insanlar burada öz sözünü deyəcəklər. Eyni ilə də tələbələr vaxta qənaət edəcəklər, vaxt menecmenti öz sözünü deyəcək, resurs menecmenti, kontentlərin idarə olunması, bu sahədə də insan mərkəzli, insan mühəndisliyini gündəmə gətirəcək ki, hər şey insanın ağlının, potensialının, onun idrakının, zehnin təbii məhsul olduğu üçün ortada da insan öz bəhrəsini, öz əməyinin, öz innovativ layihələrinin nəticəsini görmüş olacaqdır. Bəli, gələcəkdə süni zəka mühəndisliyi, beyin mühəndisliyi, eyni ilə insan mühəndisliyi, insan mərkəzli layihələrin, startapların vüsat alaraq genişləndiyi bir mərhələyə qədəm qoyuruq. Yəni, önümüzdə yeni bir sənaye inqilabı öz sözünü deməkdədir. Süni zəka bu sahədə insanın qolundan qaldıran yardımcısı, köməkçisi, təlimatçısı və bütün cavabları özündə birləşdirən böyük verilənlər seli, məlumat axını, informasiya nahəng məcmuası içində öz sözünü deyir. Bəli, bugün sualı verən, ağıllı sualı verən hər zaman öndə olacaq, diqqət mərkəzində olacaq. Çünki cavablar var. Cavablar hamısı portallarda. Əvvəl kitablar, kitabxana idi. İndi web page-dir, web saytdır, portallardır. Hamısı elektron formatda münasibətləri qurub. Vətəndaş, hökumət, sahibkar. Bu ünsiyyətlər elektron formatda bütün məlumatları, münasibətləri, ünsiyyətləri gətirib ağıllı platformalarda cəmləşdirəcəkdir. Və buna görə də dəyərli dostlar, hörmətli həmkarlar və qiymətli tələbələrimiz, siz özünüzü AI-nin imkanlarından, proqramlarından, prompt engineeringdən, AI masteringdən bilik vərdişlərinizi gəlişdirin, ondan səmərəli, bəhrəli istifadə edin, ağıllı sinifdə, rəqəmsal mühitdə, öyrətim, eğitim sistemində bizlər müəllimlərdə həm moderatoru, həm tutoruq, həm belə götürəndə
koç, qayd, bələdçiliklərlə özümüzü gəlişdirməliyik, resurslara daha yaxından əl çatanlığımız olmalıdır, məlumatları çevik emal etməyi bacarmalıyıq. Artıq bütün üslublar, qaydalar elektron formatda o qədər sürətlənib ki, bu sürət bizə vaxtın səmərəli istifadəsini, ağıllı idarə etməni, insana, insan potensialına, insan mərkəzli ona xidmət edəcək bütün mexanizmləri özündə ehtiva edəcəkdir. Bu yolda hamınıza uğurlar arzulayıram. İnanıram ağılın yolu birdir. AI-da, eğitimdə, tədrisin, elmin, texnologiyanın hamısının bir vəhdətdə insana xidmət elədiyini, yenə insan mərkəzli, insanın gələcəyinə, rifahına, onun ağıllı, onun mədəni, etik qaydalarda və bütün prinsiplərdə rəayət edərək o amilləri, ünsürləri qoruyaraq inkişafına xidmət edəcəkdir. Bu yolda uğurlar arzulayıram.